Hamınızı salamlayıram. Bugünkü müzakirəmiz xərçəng müalicəsinin ağız boşluğunda qoyduğu təsirlər və onlara yanaşma haqqında olacaq. Bir daha salam Nigar doktor. Xoş gəlmisiniz. Təşəkkür edirəm Cələ doktor. Çox önəmli bir mövzudur ümumiyyətlə. Çünki Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, xərçəng dünya üzrə ölümə səbəb olacaq xəstəliklərdən başlı gəlir və hər il milyonlarla insana da təsir edir, təəssüf ki. Və xərçəng müalicəsi əsasən də ximioterapiya və radioterapiya ağız boşluğunda çox saylı ağırlaşmalara səbəb olur və bu ağırlaşmalar pasiyentin həyat keyfiyyətinə ciddi mənfi təsir edir və öz bültenlərində də bildirirlər ki, xərçəng dərmanlarının böyük bir hissəsi ağız mukozasında toksikliyə, immunosupressiyaya, infeksiya riskinin artmasına ciddi təsir edir. Və Oral Cancer Foundation və müalicə öncəsi stomatoloji qiymətləndirmənin kritik rol oynadığını xüsusilə qeyd edir. Əgər həm həkim, həm xəstələr bu əməkdaşlığın vacibiyyətini başa düşərsə, ümumiyyətlə bilirsən ki, bu müalicə periodu həm ağrılıdır, həm uzundur. Biz istəyirik ki, pasientlərimiz bu dövrü mümkün mərtəbə rahat keçirsinlər. Daha da ağızda yanılacaq, çünki hər hansı bir fəsadlaşma daha da bu prosesin uzanmağına, xəstənin həyat keyfiyyətinin azalmağına, bu daha çox iqtisadi itkilərə də səbəb ola bilir özü ilə bərabər. Ona görə də çalışırıq ki, onkoloqlarla, diş həkimləri konsultasiya edərsə, bu diaqnoz qoyulduğu təqdirdə ximioterapi və radioterapiyadan almadan öncəsində xəstə mütləq şəkildə diş həkiminə yönləndirilərsə, öncəliklə bir müayinə şərtdir və bu dövrdə yarana biləcək hər hansı bir problemlərlə pasiyenti xəbərdarlar edirik. Nə edə bilərik? Bu fəsadlar olmasın, nələrə diqqət eləməliyik? Bunun haqqında versək, yəni ən azından bu dövrdə ağızda yarana biləcək hər hansı bir fəsadlar olmasa, inşallah daha sonra sağaldıqdan sonra da daim kontrollar eləyərək bu dövrü rahat bir şəkildə atlatmaq istəyirik. Çünki ximioterapiya və radioterapiya ağızda bir çox fəsadlara səbəb olur. Bunlar hansılardır? Ən başda gələn mukozit, kəskin və xroniki ağrılar, qanama riski, dad duyusunun azalması, ksirostomiya dediyimiz tüpürcək ifrazının azalması, trismus və çənə disfunksiyonu kimi bir çox ağırlaşmalar var. Onda doktor, belə deyə bilirik ki, düzdür, xərçəng müalicəsinin ağızda da təsirləri mütləq ki var, amma düzgün şəkildə stomatoloqla məsləhətləşdikdə, vaxtında müayinələrə getdikdə və stomatoloqlarla onkoloqların işbirliyi zamanı bu təsirləri minimala endirmək. Bəli, bununla bağlı hətta faizi var. Deməli, ximioterapiya və radioterapiya falan xəstələrdə bu ağırlaşmalar 80 ilə 100% arasında görülmə riski var. Yəni bu böyük bir riskdir. Ancaq vaxtında müdaxilə olunduğu təqdirdə 30-40% azalma baş verir. Yəni bu böyük bir bizim üçün azalmadır. Bəs doktor, belə bir sual vermək istəyirəm. Stomatoloji müayinələr və müalicələr kimyoterapiya və radioterapiya zamanı hansı mərhələlərdə məsləhət görünür? Məsəl üçün, radioterapiyaya başlamamışdan əvvəlmi, ya bu müddətdəmi? Biz çox vaxt istəyirik ki, ximioterapiya və radioterapiya almamışdan 2-3 həftə öncəsində ağızla bağlı müayinə və nə müalicələrimiz varsa edilsin, ondan sonra başlanılsın. Təəssüf ki, buna hər zaman imkan olmur. Bəzən daha dərhal ximioterapiya və radioterapiya xəstələrin alması gərəkir. Ancaq əgər əl verirsə bizim müdaxilə eləməyimiz, öncəsində təbii ki, müdaxilə eləməyə çalışırıq. Çünki ximioterapiya və radioterapiya əsnasında mümkün mərtəbə sadəcə izləməyi tövsiyə edirik. Və ximiya və radioterapiyadan bitmə zamanları da var. Ximioterapiya alan xəstələrdə adətən 2 həftə sonra, amma radioterapiya alan xəstələrdə bu dövr hətta 2 il olur. Yəni 2 il ərzində biz izləmək və çalışırıq çox müdaxilə etməyək təəssüf ki. Ona görə də bütün müayinə və müalicələrə əsasən ximioterapiya və radioterapiyadan öncəsində eləmək çox daha vacibdir. Bəs bu ağırlaşmalar arasında ən çox rast gəlinənlər hansılardır? Oral mukozit ən çox gözlədiyimiz
ağırlaşmalardan biridir və dediyim kimi %80-100% arasında bir ağırlaşma faizi var ki, bu da çox böyük bir faizdir. Əsasən də radioterapiya baş boyun bölgəsində alınan radioterapiyalar DNT zədələnməsinin və sərbəst radikalların da açığa çıxması ilə selektiv qışa bariyerinin pozulmasına səbəb olur ki, bu da bir çox infeksiya yaranmağına səbəb ola bilər. Və kimyoterapiya zamanı yaranan immunosuppressiya infeksiya riskini artırır və Ümumdünya Təşkilatı bu xəstələrdə ağız infeksiyasının ciddi həyati təhlükələrə səbəb ola biləcəyini bildirir. Buna görə də deyirəm ki, öncəsindən xəbərdarlığımızı eləmək, müayinə eləmək çox daha vacibdir ki, bu proses zamanı bu ağırlaşmalar bizdə yaranmasın. Və Oral Cancer Foundation-da mukozitin ən çox xəstəxanaya yerləşdirilmə müalicə zamanının uzanmasını, hətta bunlarda ağrı opioid istifadəsi ilə azalır. Yəni və biz ümumiyyətlə nə qədər araşdırmalar olsa da, nə qədər eləsək də oral mukozitin tam olaraq müalicə üsulu, effektiv müalicə üsulu yoxdur. Sadəcə olaraq ağırlaşmaların, xəstənin ağrısını azaltmağa yönəlik nələrsə edə bilirik. Əvvəlcə bunu ümumiyyətlə önləməyə çalışırıq, amma yarandığı təqdirdə ağrını azaltmağa çalışırıq. Bu da opioidlə sadəcə mümkün ola bilər. Yəni əsas istiqamət qarşısının Bəli, təbii ki. Ona görə deyirəm ki, erkən diaqnoz qoy, erkən diş müdaxilələri bu fəsadların azaltmağa kömək edir. Ağız fəsadlarının qarşısını almaq, disfaks florlarını aradan qaldırır, pasientin də həyatının keyfiyyətini artırır həmçinin. Ona görə də ağız, diş və periodontal müayinələrdən keçmək, xəstəyə gündəlik ağız baxımı haqqında məlumat vermək, ciddi riayət etməsinə təşkil etmək lazımdır. Lazım gələrsə pasient və ətrafını da bu haqda məlumat verə bilmək lazımdır və hər hansı bir nəsə ağızda yarana biləcək cüzi bir şeylər olduğu təqdirdə tez müraciət etmələrini deməyimiz lazımdır. Doktor, siz də qeyd etdiniz, bu infeksiya riskinin artması müalicə müddətində bir çox başqa fəsadlara da gətirir və bu halların qarşısını almaq üçün pasientin edə biləcəyi ən önəmli məqamlardan biri də ağız gigiyenasında ciddi fikir verməkdir. Bəs bunun üçün nələr etmək olar, nə tövsiyə olunur? Deməli, gündə 2 dəfə mütləq surətdə dişlər fırçalanmalıdır. Adətən spirtsiz ağız qırqaraları tövsiyə edirik. Fluoridli diş pastaları, indi diş pastalarının çoxsunda fluorid var və yaxud da əgər çürümə riski ola bilərsə biz özümüz klinikada fluorid jelləri diş üstünə tətbiq edirik. Karbonatlı, sodalı sularla ağız qarqarası, duzlu, yaşıl çayla qarqara bəzi mənbələrdə tövsiyə olunur. Yəni bu çox tibbi bir şey deyil, xalq təbabətinin istifadəsidir. Ancaq bu da xeyli təsir olduğunu vurğulanır. Dilin üstündə təmizliyinə diqqət edilməsi. Dediyim kimi, bunlara riayət olunduğu təqdirdə bu ağırlaşmalar %30-40% dərəcəsində azalmaq var. Bu böyük bir faizdir. Çünki bayaqlarda biz qeyd elədik ki, sən məndən sual soruşdun. Kimyoterapiya alınan xəstələrdə immunosuppression 7-14 gün ərzində maksimum dərəcəyə çatır. Və biz bu dövrdə çalışırıq ki, pasientə hər hansı müdaxilə etməyək, sadəcə izləyək. Radioterapiyanın fəsadı isə daha uzundur. Osteoradionekroz dediyimiz, sümüyün ölməsi dediyimiz bir proses var ki, bu çalışırıq ki, 6-24 ay ərzində böyük səviyyədə olur. Bu ona görə də diş çəkmə, hər hansı bir əməliyyat müdaxilədən qaçılmağa çalışırıq. Ona görə radioterapiyada öncəsindən müdaxilə ediriksə, onunla öncə edirik. Və Oral Cancer Foundation-da bildirir ki, ümumiyyətlə radioterapiya uzun ömür boyu sümükdə zədələnmə riskinə gətirir və ona görə də mütəmadi stomatoloji müayinələr, müalicələr və fluorid, yəni dişlərin çürüməməyi üçün fluoridli tədbirlər vacibdir. Doktor, onkoloq tərəfindən pasient sizə yönləndirildi. Bu zaman ilk addımlar nələrdir, nələrə diqqət olunur? Öncəliklə, əgər bizdə iltihab reaksiyaya səbəb olacaq hər hansı bir dərin karyesli bir dişimiz varsa, buna müdaxilə edirik. Diş karyes müalicəsi, kanal müalicəsi, hər hansı bir şişlik yarada biləcək vəziyyət varsa, bunları iltihabi reaksiya yarada biləcək hər hansı bir dişlərlə bağlı problem varsa, bunları mütləq öncəsində biz müalicə edirik. Diş daşı, dediyim kimi, biz səninlə çəkdiyimiz hər videoda deyirik. Diş daşı çox önəmli bir nüansdır. Diş daşları varsa, bunlar infeksiya səbəbidir. Bunları ortadan qaldırırıq.
Əgər xəstənin ağzında protez, ortodontik hər hansısa bir bantlar varsa, bunlar ağızda selklik qişada zədələnməyə səbəb, travmaya səbəb olacağına görə, əgər hər hansı bir iti kənarlar varsa, biz bunları düzəldirik, lazımdırsa çıxardırıq. Xəstənin qırıq dişləri varsa, plombalarında hər hansı bir qırıq varsa, kəskin kənarlar varsa, bunlar da bilirsən, selklik qişaya travma yaradır. Yəni travma yarada biləcək. İltihab vəziyyət yarada biləcək. Hər hansı bir şey istəmirik. Ağız boşluğunda bütün bunlara diqqət edirik. Bunlara müayinə edirik. Xəstənin nə zaman hansı prosedur aldığı, qan analizləri də bizim üçün önəmlidir. Ümumiyyətlə hansı xəstəlik növünün keçdiyi, ximioterapiya mı, radioterapiya mı alacağı, bunlar da bizim üçün önəmlidir. Çünki ximioterapiyaya yanaşmamız fərqlidir, radioterapiyaya yanaşmamız fərqlidir. Bəzən sadəcə yüngül, yəni qanama olmayacaq prosedurları biz eləyə bilirik, müalicə eləyə bilirik. Bəzən amma əgər xəstədə ciddi qanında bir azalma varsa, bu zaman hər hansı bir müdaxilə eləmək. Ümumiyyətlə, onkoloqlarla konsultasiya eləyəcək şəkildə mütləq surətdə əlaqədə olmalıyıq. Buna görə biz müdaxiləmizi eləyə bilərik. Çünki bu xəstələrdə ən əhəmiyyətli olan ağrıdır, infeksiyadır ki, bu xəstənin həm qidalanmasını, danışmasını və psixososial bir və aldığı müalicəni də ümumiyyətlə gecikdirə bilir, uzada bilir, xəstənin xəvaya yatma riskini də yarada bilir. Biz bunları ümumiyyətlə önləməyə çalışırıq və topikal anesteziklər, opioidlərlə ancaq ağrını azaltmağa yönəlik hər hansı bir şey edə bilirik. Doktor, ən çox eşitdiyimiz belə deyim şikayətlərdən biri də o quru ağzın olması, hansı ki, yəni ilk vaxtlarından bəri müalicənin ortaya çıxır. Və biz bundan əvvəlki videolarımızda da çox danışmışdıq ağız suyunun metafunksiyasından, hansı ki, o bizim ağzımızı belə deyim, bakteriyalardan qoruyan da, çürüklərin qarşısını alan da faktorlardan biridir və ağızda quruluğun olması, həmin o ağız suyunun ifrazının azalması özü-özlüyündə də başqa problemlərə gətirib çıxarır. Bu hallarda da düzdür, müşahidə etdikdə pasientlər yaxşı olar ki, stomatoloqlara yenə də müraciət etsinlər. Ağırlıq dərəcəsindən asılı olaraq onlara bəzi xüsusi preparatlar da yazıla bilər. Amma məsəl üçün evdə özlərinin edə biləcəyi, yəni nisbətən belə deyim, yüngülləşdirmək üçün, bəli, effektiv etmək üçün nələr edə bilərlər deyə düşünəndə suyu kifayət qədər çox içmək, bəzi qidalardan uzaq olmaq lazımdır, hansı ki, o quruluğa gətirib çıxaran və digər bir məqam ağızla nəfəs almamaq lazımdır ki, bu da ağzın özünün quruluğuna gətirib çıxarır. Düzdür, bunlar çox kiçik dəyişikliklərdir. Yenə də professional dəstəyə də ehtiyac olur. Bu mövzu toparlamağımız gərəkirsə, çünki ümumiyyətlə çox uzun mövzudur və ağırlaşmaların hamısına değinmək lazımdır və hamısında elmi bir açıqlaması var. Sadəcə biz istəyirik ki, bu bizim videomuz daha çox pasientlərimizi çatsın ki, onlar nə vacibdir, nə etmək lazımdır, bunun haqqında xəbərdar olsunlar. Təbii ki, biz istəyirik ki, onkoloqlarla diş həkimləri mütəmadi olaraq konsultasiya edərək bir-biri ilə çalışsınlar. Xəstələri də buna görə məlumatlandırsınlar. Xəstələr bu barədə məlumatlı olsunlar. Çünki bir fəsad yarandıqdan sonra bizim bunu müalicə etməyimiz çox daha çətinləşir. Ona görə də diaqnoz qoyulduqdan dərhal sonra diş həkiminə yönləndirilmə müəssisələri, həkimlərin müayinə etmələri önəmlidir, olduqca önəmlidir. Müayinə əsnasında pasientə ağzında yarana biləcək bütün fəsadlarla öncəsindən məlumat verilməlidir və bunların olmaması üçün gündəlik ağız baxımı necə olmalıdır? Mütləq sürətdə bilgiləndirilməlidir pasientlərimiz və müalicə müddətində də müayinələr edə bu proses başa çatdıqdan sonra da ximioterapiyadan sonra adətən ximioterapiya tez belə deyək, daha fəsadı aradan qalxsa da radioterapiyanın fəsadı biraz daha uzun şahid davam edir və bu dövrdə də pasienti müşahidə edərək hər hansı bir ağzında heç bir fəsad yaranmadan bu dövrü keçirmək istəyirik. Təbii ki, motivasiya da önəmlidir. Pasientin həm dediyim kimi bu dövrdə diyetində də, yediyi qidalara da diqqət eləyərək, əsasən də bu dövrdə spirtsiz, siqaret, bunlar, duzlu, ədvətli qidalardan qaçınmaq çox-çox önəmlidir. Çünki bunlar ağızda qıcıqlanmalara səbəb olur. Eləyərək
çalışırıq ki, bütün pasientlərimiz bu dövrü sakit şəkildə keçirdib sağlamlıqlarına qovuşsunlar. Təşəkkür edirəm bu çətin ağrılı bir mövzunu səninlə danışdıq. Ümid edirəm ki, hər kəsə faydası olar. İnşallah. Siz özünüz də qeyd motivasiya ilə bağlı xərçəng müalicəsi alan pasientlərdən biri belə bir ifadə işlətmişdi. Yəni o da bəzi vaxtlarda çətinlik çəkirdi. Həm bu ağız boşluğu gigiyenasına düzgün riayət etməkdə, vaxtında fırçalamaq və s. Amma özünü belə motivasiya edirdi ki, mənim saçlarım qayıdacaq, amma dişlərim qayıtmayacaq və bəli, ona görə də biz özümüz gərək ilk növbədə hər bir aspektdən belə deyim, sağlamlığımızı qorumaq üçün addımı biz ataq gərək. Bəli, ona görə də əslində istəyirik ki, bu video vasitəsilə bizi izləyənlərdə ilkin bir yönləndirmə olsun. Çünki onlar stomatoloqlarla danışdıqda prosesi onlar çox gözəl şəkildə idarə edəcəklər. Sadəcə ilkin bir məlumatlandırma ki, xərçəng müalicəsi zamanı önəmli məqamlardan biri ağız boşluğu və diş sağlamlığına diqqət etməkdir. Qalıcı fəsadların qarşısını almaq üçün. Mütləq surətdə. Ümumiyyətlə hər xəstəlikdə və yaxud da təəssüf ki, bizdə çox ağız boşluğuna diqqət o qədər çox önəmsəmir. Təəssüf, əfsuslar olsun ki, ağrı olduğu zaman sırf xəstələr, ağrı olmadıqca belə deyək, həkimə yanaşmaq azdır. Ancaq dediyim kimi, bu elə bir süreçdir ki, bunda ağız müalicəsi və müayinəsi mütləq surətdə vacibdir. Təşəkkür edirəm. Çox sağ olun doktor. Həqiqətən də mövzu ətrafında bir çox məqamlara toxundunuz və ümid edirəm ki, bizi izləyənlər üçün də həqiqətən də informativ bir video oldu. Çox sağ olun bizi izlədiyiniz üçün.